İndi başqa bir sizə prezidenti göstərəcəm. Reagan'ı göstərəcəm. Görün, nə boyda diametral fərq var. Düşüncədə, xarici görünüş falan qoyun bitər, düşüncədə, dünya görünüşündə və Amerika gələcəyinin görünüşündə, gələcəyi görünüşündə. Amerikanın öz ideologiyası var axı. Baxın görün Reagan nə deyir. Как президент, выступая в последний раз, поделюсь мыслью о стране, которую люблю. Ее отлично выразил автор недавнего письма. И во Францию, Германию, Турцию или Японию можно переехать, но стать французом, немцем, турком или японцем нельзя. Но любой человек из любого уголка земного шара может приехать жить в Америку и стать американцем. Факел статуи свободы символизирует нашу свободу и олицетворяет наше наследие, наш завет с родителями, бабушками и дедушками и нашими предками. Именно она дает нам особое место в мире, ведь жизненная сила новых поколений американцев гарантирует, что триумф Америки останется непревзойденным в будущем. Другие страны могут соперничать, но как маяк свободы и возможностей, манящий людей со всего света, нам нет равных. Я считаю, что это один из важнейших источников величия Америки. Мы лидируем в мире, потому что, в отличие от других стран, мы черпаем наших людей и нашу силу из каждой страны и каждого уголка мира. Reagan. И тем самым мы постоянно обновляем и обогащаем нашу нацию. В то время как другие страны цепляются за отжившее прошлое, здесь, в Америке, мы вдыхаем жизнь в мечты. Мы создаем будущее, и мир следует за нами в завтрашний день. Благодаря каждой волне новых переселенцев в эту страну возможностей мы вечно молодая нация, всегда полная энергии и новых идей, всегда находящаяся на передовой и ведущая мир к новым рубежам. Это качество жизненно важно для нашего будущего как нации. Если мы когда-нибудь закроем двери для новых американцев, наше мировое лидерство будет вскоре утрачено. Reagan, böyük şəxsiyyət və Putinin ən nifrət elədiyi Amerika prezidenti, ümumiyyətlə Rus imperialistlərinə. Çünki olan fikrincə bu dağıdıb Sovet hökumətini. Təbii ki, belə deyil. Amma bu ideologiya Sovet ideologiyasından qat-qat güclüdür və ona görə Sovet ideologiyası ondan üzbəüz gələ bilmədi. Deyir ki, bura miqrantlar ölkəsi deyən Amerika, bizim elə daha böyüklüyümüz ondan ibarətdir, deyir. Biz bütün dünyadan, istənilən adam gələ bilər İtaliyada, Türkiyədə adını çəkirəm, o gəlib İtalyan olmayacaq, Türk olmayacaq. Amma Amerika gəlib Amerikan olacaq. Və bizim gücümüz ondadır ki, biz bütün dünyadan insanları çağırırıq Amerikaya, ağılları çağırırıq və burada hamı Amerikan olur və biz dünyanın ən qüdrətli ölkəsiyik. Bu tamam başqa bir dünya görünüşüdür. Bu dünya görünüşünə üzbəüz qalmaq çox çətindir və mümkünsüz idi, gördüyünüz kimi tarix də bunu sübut edir. İndi Putinin istəyi ilə Trump, mən düşüncəmə görə Putin istəyi ilə, amma fakt ondan ibarətdir ki, Trump tam tərsini deyir. Əksinə deyir, miqrantları qovmaq lazımdır. Bura gələnlər hamısını Amerikadan çıxartmaq lazımdır. Özü gəlib, atası babası Almaniyadan gəlib. Özü Almandır. Trump'ın babası Almanya'dan gəlib oraya. Bütün Amerikanlılar gəliblər. Orada Hindular yaşayırdılar da. Apaçilər yaşayırdılar, Cherokee yaşayırdılar, düzdür? İngilislər özləri də oraya gəlib. Hamı oraya gəlib. Nə qədər 250 il bundan əvvəl. Və Reagan parlaq nümayəndəsidir o ideologiyanın. Azadlıq, söz azadlığı, insan haqları, azad seçki, azad mətbuat hamısının əleyhinədir Trump. Yəni Amerika ideologiyasının, bizim sevdiyimiz, aşıq olduğumuz o ideologiyanın Amerikanlara baxırdıq, belə bilirsiniz necə. İndi belə baxırdıq ki, bu seçsədə Trump hamısını. Yazıda da divar çəkirdi. Nə oldu o divar? Ki Meksikadan gəlib keçməsi, o da yaddan çıxdı. Bal zalı tikirdi Ağ Evin yanında. Nə oldu bal zalı? Hani? Belə çıxardırdı siyah tariflər, bütün dünya tariflər qoydu. Çinə hədə qorxu gəldi. İndi nə oldu? Hani olar hamısı? Bir yarım kesməyib üstündən. Hani o dediklər hamısı axı? Hani? Hamısının tam tərsidir. Reagan, Amerika tarixinin ən işıqlı, ən qüdrətli insanı və deyir Amerikaya gələn o azadlıq heykəlinə baxıb biləcək ki, azadlıq ölkəsindədir. Fərq eləməz hansı millətdəndir. Bu isə Trump. Gəl, belə çəkir, güya ki, təyyarda uçur, nəcis, adamların nəcis atır, nəcis. Bizdə belə bəzi qadınlar vardı, o vaxt məhəllə deyirlər. Sənin belə o nəcis adını çəkib pis-pis sözlər deyərlər. Həmən hərəkətdir o. Mənə görə həmən hərəkətdir. Prezidentə yaraşmayan hərəkətdir. Mənə görə. Əsl nəcabət, bayaq dediyim kimi, çox önəmli məqamdır. Əsasən də siyasətdə.
olduqca önəmli məqamdır. Və bu kişi Reagan və bu çıxışı ilə, digər çıxışları var. İndi biz sadəcə indi analogiya gətirsək bugünkü Amerikan prezidentinin çıxışlarını görəcəksiniz ki, tam tərsidir. Tam tərsi. Ona görə bugün Amerikanın siyasəti Amerikanın öz gələcəyinə görə də, amma regiona da mən sizə deyim ki, böyük rahatsızlıq gətirir. Hamısı da göz önündədir. Mən sizə indi bir Çeçen döyüşçüsünü göstərəcəm. Vaxtilə Rusiya Çeçenistanda faşizm o qətliamı keçirəndə Azərbaycan Çeçenistana yardımçı idi. Bizim də yadımızdan çıxır. Bax biz onu buradan deyirik ki, yaddan çıxartmayın. Abi televizyondakılar hardasınız siz? Niyə onu indi bax təkrarləmirsiniz? Niyə mən göstərəcəyim idmançını niyə çağırmırsınız? Niyə telemos yaratmırsınız? O ASTV-yə niyə çağırmırsınız onu? O ictimaiyə niyə çağırmırsınız onu? Hə? Ancaq ora baxıb, bura baxıb ki, hansısa verişlər eləyib, sonra yes, rating deyib, onu bacarırsınız siz. Hə? Heydər Əliyev idi o vaxt hakimiyyətdə də. Və Çeçenistana bir dənə biz kömək eləyirdik. Ancaq biz. Bütün dünya gözünü yummuşdu, onları orada öldürürdülər. Onlar da son damla qanına kimi savaşırdılar.